Aqressiv bədheybətdən sağlam adama çevirir. Meditasiya nədir? Günümüzdə sürətli həyat tempi, tıxac, səs-küy, sosial media və davamlı informasiya axını bizi daimi stres altında saxlayır. Bu xaotik rejim zehnimizi yorur və qısa istirahətlər belə bəzən bərpa üçün kifayət etmir. Buna görə də zehni sakitləşdirən üsullara ehtiyac yaranır. Bu üsullar arasında ən təsirlərdən biri meditasiya hesab olunur. Meditasiya insanın diqqətini toplamasına, narahat edici düşüncələrdən uzaqlaşmasına və zehnini dincəltməsinə kömək edir. Meditasiyanın tarixi. Meditasiyanın kökləri qədim dövrlərə uzanır. İlk meditasiya təcrübələrinin Hindistanda yarandığı və eramızdan əvvəl 5000-ci ilə aid olduğu düşünülür. Veda mətnlərində meditasiyanın təcrübələri və faydaları haqqında müxtəlif məlumatlar var. Bu dövrlərdə meditasiya mənəvi və ruhani təmizlənmək üçün bir vasitə kimi istifadə olunurdu. Budizm isə meditasiyanın geniş şəkildə qəbul edildiyi başqa bir mühüm fəlsəfi axındır. Eramızdan əvvəl 6-cı əsrdə Siddhartha Gautama, yəni Budda meditasiyasının maariflənmə yolunda böyük rol oynadığını vurğulayıb. Budizmdə meditasiya zehni intisam altına almaq və daxili huzuru tapmaq üçün bir yol hesab olunur. Meditasiya bugün müxtəlif səbəblərə görə populyarlıq qazanıb. Müasir həyatın yaratdığı stres çoxlarının üzləşdiyi bir problemdir. Meditasiya stres səviyyəsini azaldaraq həm zehni, həm də fiziki rahatlığı təmin edir. Araşdırmaların nəticələrinə görə müntəzəm meditasiya etmək kortizol səviyyəsini, yəni stres hormonunu aşağı salır. Meditasiya xüsusilə stresin təsiri ilə artan sağlamlıq problemlərinə qarşı faydalı ola bilər və aparılan araşdırmalar onun stres, asma, xərçəng, xroniki ağrı, depressiya, ürək xəstəliyi, yüksək qan təzyiqi, bağırsaq və yuxu problemlərinin simptomlarını azaltmağa kömək edə biləcəyini göstərir. Araşdırmalar göstərir ki, müntəzəm meditasiya beyin quruluşunu dəyişdirə bilər. Bu zaman yaddaş və öyrənməyə cavabdeh olan hipokampus qalınlaşır, stres və qorxu reaksiyalarını idarə edən amigdala isə kiçilir. Bu dəyişikliklər ümumi emosional stabilliyi və daxili balansı artırır. Brain Mapping Center'da aparılan tədqiqatlarda 10 ildən çox meditasiya edən şəxslərin beyin qocalmasının daha yavaş getdiyi, boz maddənin daha çox qorunduğu müəyyən edilib. Boz maddə neyronların hüceyrə bədənlərindən ibarət olan və yaddaş, diqqət, duyğu və qərar vermə kimi funksiyaları idarə edən beynin əsas işləmə mərkəzidir. Bu isə meditasiya edən insanların zehni və emosional sağlamlığının qorunmasına kömək edir. Bəzi insanlar meditasiya zamanı yüksək səslə oxumağı və ya sanskrit dilində sülh mənasını verən şanti sözünü təkrarlamağı seçirlər. Bunun əvəzinə hər kəs öz inanclarına və ənənələrinə uyğun bir sözü və ya ifadəni mantraya çevirə bilər. Seçilmiş sözün və ya melodiyanın təkrarlanması düşüncələrdən uzaqlaşmağa və zehni mərkəzləşdirməyə kömək edir. Meditasiyanın faydalarını kəşf etmək fərdlərə həm özləri, həm də ətrafları ilə daha sağlam və daha dinç münasibətlər qurmağa imkan verir. Özünüzə vaxt ayırmaq və meditasiya təcrübəsinə başlamaq həyat keyfiyyətinizi yaxşılaşdırmaq üçün vacib bir addım ola bilər.